usikum və nəfsi bitəqvəllah. Özümə və sizə ilahi təqvaya riayət etməyi tövsiyə edirəm. Və qarşıdan Xocalı faciəsinin ildönümü gəlir. 1992-ci ildə bildiyimiz kimi fevral ayının 25-dən 26-sına keçən gecə Ermənistan silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edib və Xocalı şəhəri işğal olunan zaman soydaşlarımıza qarşı soyqırım baş vermişdi. Xocalıda dinc əhalinin, o cümlədən qadınları girov götürüblər, uşaqları, böyükləri girov götürüblər, əsir götürüblər. Xocalı soyqırımı nəticəsində 63 uşaq, 106 qadın, 70 nəfər yaşlı, 613 nəfər Xocalı sakini qətlə yetirilib. 8 ailə tamamilə şəhid edilib. 1275 nəfər əsir götürülüb. 1275 nəfər əsir götürülüb və həmin əsirlərin azad olmasında bizim milli qəhrəmanımız Allahverdi Bağırov tərəfindən 3 gün ərzində 1003 nəfər əsir əsirlikdən azad edilib. Və həqiqətən biz ara sıra Allahverdi Bağırov barəsində danışırıq. Allahverdi Bağırova Allah rəhmət etsin, bütün şəhidlərimizə rəhmət etsin. Allahverdi Bağırovun hələ şəklində də adam baxanda bir xüsusi heybət görsənir, xüsusi bir zəhm görsənir. Ermənilər Allahverdi Bağırovdan qorxurdular. Ermənilər Allahverdi Bağırovdan qorxurdular və o cümlədən bir Xocalı əsirlərindən idi. Dürdana xanım. Dürdana xanım bu neçə ay bundan əvvəl keçən il dünyasının dəyişdi. Onun məclisində iştirak etmək bizlərə nəsib oldu və həmin xanımı da, Xocalı əsirlərindən olan həmin xanımı da Allahverdi Bağırov azad etmişdi. Və o zamanlar həmin Xocalı faciəsini lentə alan bizim milli qəhrəmanımız Çingiz Mustafayev olmuşdu. Allah Taala ona da rəhmət etsin, Allah Taala ruhunu şad etsin. Bir sıra şəhidlərimiz olub Xocalı faciəsində. Milli qəhrəmanımız Şöhrət Həsənovu xüsusi olaraq qeyd eləyirlər Xocalı faciəsində göstərdiyi şücaət və qəhrəmanlığa görə. Xocalı faciəsi bizim xalqımızın, bizim tariximizin qanlı faciələrindəndir. Düzdür, məsciddə biz 26 fevral Xocalı faciəsi günü Xocalı faciəsində şəhid olanların ruhuna dualar oxuyuruq, Quran-ı Kərimdən ayələr oxuyuruq və Allah Taala bütün şəhidlərimizə rəhmət etsin. Mən deyərdim ki, həmin Xocalı faciəsində və digər ərazilərimizin işğalı zamanı şəhid olmuşların qanı alındı, torpaqlarımız işğalçılardan azad oldu və xüsusilə biz 44 günlük müharibədən sonra bütün xalqımız gözləyirdi Xocalının azad olmasını. Allah Taala bizlərə, bizim xalqımıza lütf elədi, güc, qüvvət inayət etdi və şəhidlərimizin göstərdiyi böyük qəhrəmanlıq nəticəsində, qazilərimizin göstərdiyi fədakarlıq nəticəsində, o cümlədən müharibədə iştirak edən qəhrəmanlarımızın, veteranlarımızın göstərdiyi qəhrəmanlıq nəticəsində torpaqlarımızı azad etdi və bu Xocalı faciəsi barəsində danışdığımız zaman ən çətin məqamlardan biri əsirlikdir. Ən çətin məqamlardan biri əsirlikdir. Şəhid olmaq, bilirik ki, insan şəhid olur, Allah Taalanın dərgahına qalxır. Amma əsirlik məqamı çox çətin məqamlardan biridir. Çox əziyyətli məqamlardan biridir. İmam Zeynul Abidin əleyhissalamın Kərbəla faciəsində söylədiyi sözlərə diqqət etsək, İmam buyurur ki, bizim üçün Aşuradan daha çətin əsirlik məqamı oldu, əsirlik zamanı oldu.
Nə üçün? Çünki çox nadir hallarda olur ki, əsirə hörmət göstərirlər. Çox nadir hallarda olur ki, düşmən gərək kişi qeyrətli olsun ki, düşmən müharibəsini də, mübarizəsini də kişi kimi aparsın. Mən o həmin Dürdana xanımın və digər əsirlərin azad olmasının lentini izlədim internetdə. Baxdım ki, o həmin çəkiliş aparanlardan biri soruşur əsirlərdən ki, sizə nə cür əziyyət edirlər? Onlardan biri deyir ki, onlardan heç nə soruşmuyor. Əgər səhv eləmirəmsə, Allah verdi, bağır olur. Deyir, əsirlərdən heç nə soruşmuyor. Çünki o məqamı ikinci dəfə onlar yaşamasınlar. O məqamı ikinci dəfə onlar hiss etməsinlər. Baxırıq İslam təfəkkürünə, bizim dinimizin göstərişlərinə. Hələ Peyğəmbərimizin zamanında əsirlərlə nə cür rəftar edirlər? Peyğəmbərimizin zamanında əsirlərin qolları bağlı idi. Peyğəmbər axşam vaxtıdır. Görür ki, bir nəfər zarıyır, bir nəfər nalə çəkir. Peyğəmbər soruşur ki, bu zariyan kimdir? Nalə çəkən kimdir? Dedilər, Peyğəmbər, əmin Abbasdır. Peyğəmbərin əmisi Abbasdır, əsirlərin içərisindədir. Dedi, nə üçün o bu cür zarıyır? Nə üçün o bu cürünə nalə çəkir? Soruşun ondan. Deyirlər ki, Peyğəmbər, bir ip kəndirlə ki, qolumu bağlayıblar, mənə əziyyət edir. Peyğəmbərin əmisi Abbası əziyyət edir. Peyğəmbər tapşırır ki, bütün əsirlərin qolundan kəndirləri açın. Bütün əsirlərin qolundan ipləri açın. Demir, təkcə mənim əmmin qolundan ipləri açın, o birilər qalsa da eybi yox. Yox, bütün əsirlərin qolundan ipləri açın. Bəli, həqiqətən biz baxırıq, görürük ki, düşmənimiz çox qəddar olub. Xalqımıza qarşı çox amansız zülmlər edib və Allah Taala'dan duamız budur ki, Allah Taala xalqımıza bir daha həmin müsibətləri göstərməsin. Allah Taala'dan duamız budur ki, bizim vətənimizdə, bizim torpağımızda və digər müsəlman məmləkətlərində, torpaqlarında daim sülh və əmin-amanlıq bərqərar etsin. Allah Taala xalqımızın, dinimizin düşmənlərinə lənət etsin və o cümlədən bir xəstə var ki, dua etmələrini deyiblər. Allah Taala tezliklə o xəstəyə şəfa versin. Kərbəlayı qardaşımızdır və inşallah Allah Taala bütün xəstələrə tezliklə şəfa inayət etsin. Allah Taala dünyadan köçənlərimizə və dünyadan köçən cəmi müsəlmanlara, şəhidlərimizə rəhmət etsin. Allah Taala hərbiçilərimizi, əskərlərimizi öz nuru ilə hifz etsin və həqiqətən bu soyuq havada, bu qarlı havada vətənimizin, torpağımızın keşiyində duran Allah Taala hərbiçilərimizə, əskərlərimizə güc inayət etsin. Allah Taala'dan duamız budur ki, ən xeyirli, ən gözəl duaları bizim və bütün müsəlmanların barəsində qəbul etsin. İnşallah dualarımızın qəbul olmasına və inşallah ki, bütün müsəlmanların dualarının qəbul olmasından ötürü Peyğəmbər və Ali Peyğəmbər haqqında 3 dəfə salavat zikr edək.